Dünən axşam 7-də rəsmi olaraq qış fəsli gəldi. Özdə təkcə bizə gəlməyib ha, Səudiyyə Ərəbistana da qış gəlib. Düzdür, bu dəqiqə orada oynayan dəvənin sahibini axtarırlar ki, qarın mənbəsini öyrənsinlər. Videoda görünən dəvələr anlamadan deyirlər ki, mən oynamamışam. İndi bu qalmaqalı kim həll eləyəcək, bunu biz bilmirik. Səhraya da qış gəldi. Bir dənə qaldı ki, bizim Şaxta babanın gəlməyi. O da Fuad sağ olsun, keçən veriliş haqqında elə danışdı ki, çətin gələ. Belə baxıram ki, Şaxta baba kimin üçün gəlsin? Gəncədə 15 yaşlı yeniyetmə ayağından bıçaqlanıb, vəziyyəti orta ağırdı. Bax, bizim 15 yaşımız olanda Şaxta baba hələ də müqəddəsliyini itirməmişdi. İndiki uşaqlara bax, bunlar nəyin qisasını alır bir-birindən? Bu nə nifrətdir bunları belə böyüdüblər? Bizi gələcəkdə nə gözləyir, heç düşünürsünüz? Uşaqlarla bağlı daha betər xəbərimiz 13 yaşlı qızla bağlıdır. 13 yaşlı qız 37 yaşlı kişidən hamilə qalıb. 37 yaşlı kişi Şaxta baba paltarı geyinib 13 yaşlı qızı maksimum sevindirə bilər. Siz bu nə hadisədə yaşamısınız? 13 yaşlı qızın 10 həftəlik hamiləliyi ortaya çıxanda məsələnin üstü açılıb. Ortaya çıxıb ki, BBC-nin əri tərəfindən bu baş verib. Ən dəhşətlisi bilirsiniz haradır? Qız və onun ailə üzvləri kişidən şikayətçi olmayıblar. Məhkəmədə qohumluq münasibətinə görə onu bağışladığını deyiblər. Düzdür, bu kişi həbs olub, amma bunlar şikayətçi deyil. Mənə maraqlıdır ki, bir adam neynəməlidir ki, onu bağışlamasınlar? Bu hərəkəti eləmək səhv deyil, seçimdir. Səhv o olar ki, kimisə üstünə qışqırasan, bilmədən ayağını tapdalayasan. 13 yaşlı qızı dilə tutub onunla intim əlaqəyə girmək bu şuurlu şəkildə baş verib. Siz beləsini bağışlayandan sonra bu potensialda olan digər adamlara da işıq yandırmış olursunuz. Qızlarımıza belə əxlaqsızlıq eləyən adamların nə bəraəti olmalıdır, nə də ki əfvi. O gün amnistiya aktı imzalanıb. Minlərlə dustaq azadlığa buraxılıb. Zorlama ilə, əxlaqsızlıqla həbs olunan adamlar gördünüz arasında? Yox. Görə də bilməzsiniz. Çünki bəzi hadisələrin bağışlanan yeri olmur. Qabaqdan yeni il gəlir. Bizi gələcəkdə belə şeylər gözləyirsə gəlməsin belə gələcək. Dünən bilirsiniz də hansı günün ildönümü idi? 13 il əvvəl 21 dekabrda dünyanın dağılacağını iddia edirdilər. Daha şam alan kim, kisə ilə düyü, un alan kim? Hamı bir qaydada sağ qalmağa çalışacaqdı. Adi gün kimi gəldi, keçdi. Qazanan elə ərzaq və şam satanlar oldu. İndi də bir xəbər göstərəcəm. Burada da ancaq maşın ustaları qazana bilər. Dünyada analoqu olmayan yola baxın. Söhbətə bax. Gəlirsən, gəlirsən, asfalt yolu. Dırıdırın. Bunlar xəstədirlər, nədirlər? Şabran rayonunda yerləşən Padar Rəhimli yolundakı vəziyyətə baxın. Bax, gecə ilə bu yolu gəlsən, gəldiyin kimi də uçacaqsan aşağı. Bu yolun qabağına işıq, işarə qoymaq olmur, hə? Bu görüntülərdən sonra açıqlama verilib. Səndəmə qoyulan maneələri su yuyub aparıbmış və şükür ki, onları yenidən quraşdırıblar. Mən bunu ona görə işıqlandırıram ki, ölkədə digər hardasa belə unudulmuş bir yol varsa nəzarət edilsin və insanların ora qoyulan nişanları götürməməsini xahiş edirəm. Sizin bu hərəkətiniz kimisə ölümünə səbəb ola bilər. Bir dənə problemimiz var onsuz. Özümüzə problem yaratmaqdan zövq alırıq elə bil. Vəziyyət artıq hara çatıbsa, Daxili İşlər Nazirliyi açıqlama verib. Arzuladığınız şəxsin mobil telefonuna giriş əldə etmək, kimlə yazışdığını və ya danışdığını öyrənmək niyyətiniz var, elə isə bizə müraciət edin. Və s. və ilaxır. Əziz vətəndaşlar, internet segmentində, xüsusilə də sosial şəbəkələrdə bu cür saxta reklamlar və şirinləndirici təkliflər sizin də qarşınıza çıxa bilər. Birmənalı şəkildə inanmayın. Yalandır. Sosial şəbəkə profillərinin izləmə proqramlarının satışına aldanmayın. Bilirsiniz hansı reklamları deyir? Paylaşımlar olur, qarşı tərəfin WhatsApp-ını izlə, nə bilim, Instagram-na bax. Bax, onlar mümkün deyil. O adamlar sizdən pul alıb ya da pul almayıb bank kartınızdakı ümumi pulu da çəkə bilərlər. Onsuz bütün dünya düzələcək, bu internet fırıldaqçıları düzəlməyəcək. Məcburuq bunlara qarşı immunitet yaradaq. Ümid eləyirəm ki, bu pis adamların hamısını köhnə ildə qoyarıq. Şaxta babaya Fuad inanmasa da, mən inanıram. Bizə təzə il üçün keyfiyyətli adamlar gətir. Yeni ilimiz xoş keçsin. Siz Şaxta babadan nə gözləyirsiniz?